Salam, hər vaxtınız xeyirli uğurlu olsun. Yeni vloguma xoş gəldiniz. Səhər göz açan kimi əvvəl yerimi yığdım. Öz-özünə yığılmır axı. Burada isə qızım öz yerini yığıb, balaca qızım bir düzəliş etdim. Bu adyaları isə hələ yığmamışam. Fikrim var ki, xalçaları YouTube'da onları da yuyub yığışdıraram. Burada çoxlu ütülənsi paltarlarım var. Yemək zadımı bitirim. Gəlin bunları ütüləyim. Sonra yollandım. Düz bağa kartof çıxartmağa getdim. Amma kartoflar məndən əvvəl yağışla əməlli başlı mübarizə aparıb. Burada isə heç bir şeydən xəbərsiz olaraq çəkiliş aparıram. Nə bilim ki, sonradan başıma nələr gələcək. Bunlar cavalıdır belə. Bu alçadır. Belə ağacda qalmayına baxmayın. Çox turşdu deyə yeyən yoxdur. Bu isə göyəmdir. Bu şorabaya falan yaxşı olur. Ya turşu eləməyə. Keçən il ümumiyyətcə gətirməmişdi. Bu il biraz gətirib. Amma mənim ən xoşladığım bu cavalıdır. Bu da göyəmin bir növüdür, amma bu turşu olmur. Bu yaxşıdır. İstəyirəm gedim biraz kartof çıxarım. Bu da qoz ağacıdır. Gətirib. Balaca qoz ağacıdır. Muşmula. Yapın əzgili deyən var, muşmula deyən var. İndi kim necə? Aa, düşdü ki, qaldı əlimdə. Anam gildə var, bunun daha irisi. Burada qabda gətirmişəm, təzə kartof çıxararam. Bunlar biraz daha xırdadır, çox gətirib. Balaca pelçəmi buradan götürüm, gedim çıxarım. Yağışlar o qədər yağıb ki, bura baxın, hamısı çürüyüb. Burada torpaqda da çürüyüb. Bunlar biraz yaxşıdır. Benim kartofla imtahanım başladı. Mən kartofumu çıxardım. Çıxardıqca da zəhmətimə yanıram. Siz isə izləmədə qalın. Bu tərəfdə çox su qalıb deyəsən çürüdüb. Yağışlar belə davam etsə, zaten çürüdər hamısı. Çünki yetişən vaxtıdır. Bu vaxtı biz su vermirik. Burada da çürüdüb. Birin qaba atıram, birin qırağa, bəziləri heç ələ gəlmir, torpaqla birləşib artıq. Baxıram, özümə təsəlli onu verirəm ki, təkcə mən deyiləm. Şəhər yerlərində Çürüyüb. insanların evi, eşiyi gedib əldən, yəni onların vəziyyəti daha pisdir. Allah köməkləri olsun. Kətçilərə də belə ziyan dəyib. Hayif mənim zəhmətimlə, o Xoşqədəmdə deyirdi, deyəsən. Hayif mənim zəhmətimlə. Çürüyüb. Hansı hündürdədir, biraz yaxşıdır. Hansı yerə çox yaxındır, çürüdüb. İnansız ki, qızlar 3 metrəyə kimi yer təmizlədim. Çıxan kartofum isə elə bu oldu. Yenə də neynək, buna da şükür. Deyib çıxdım bağdan, elə hamısını tökdüm, yudum yaxşıca. Çünki palçıqdan saxlamaq istəmədim. Elə bunu 2 dəfəyə qızardıb yərik.
bizdə ən çox yeyilən yemək, yəni kartofun bişirilmə qaydası qızarmışdır. Yəni ən çox xoşlanılan qızarmışıdır kartofun. Əsasən də təzəsi çox dadlı olur. Təzə kartof indi bundan sonra əgər çıxarsaq, balaca kartoflar daha çox çıxır və mən o balaca kartofları ilk vaxtlarında, yəni hələ qabığı bərkiməmiş, həmən dönəmlərdə elə təmizləmədən, doğramadan, yəni xırda olur da, onu təmizləməyə ehtiyac olmur. Elə töküb tavaya qızardıram, çox dadlı olur. Əsasən də elə yəni həyət kartofu tam başqa olur, nə ki mağazadan alınır. Bunları doğradım, ədviyyatlarını vurdum. Bu qırmızı paprikadır belə. Tomata oxşuyur. Ətdə bişirmişdim, amma nə yazıq ki, ətim isə belə keçib, çox qızarıb. Getdim kartof çıxartmağa, gəldim gördüm ki, ət artıq keçib. Artıq yanmaq üzrədir. Bunu qoyum qızarsın. Kartoflarımı yudum, qoydum qızartmağa. Kartof qızarana qədər bir həyət turu edək dedim. Balaca pişiklərim də iş başındadır. Özlərini elə aparırlar ki, güya həyətin sahibi bunlardır. O qədər dəcəldilər, bir o qədər də şirindilər. Piş piş. Tələ düzəməlli yeriyə bilmir. Bu da mənim lobyalarımdır. Artıq çiçək açır. Gedim biraz şivitlərim. Bağın halına baxın. Buranı biraz təmizləmişəm. Qalan bunlar hamısı qalıb. Burada güya ki xiyardır. Bunların içindən xiyar ümumiyyətcə görükmür. Geri yavaşca təmizləyəm ki, xiyarlar kəsilməsin. Pomidorlar artıq çiçək açır. Açıb. Qaldı əlimdə. Burada da var. Balaca pomidor. Bunlara baxıram, düşünürəm bunu haçan təmizləyərəm. Nə qədər ot var. Gedim. Burada badımcanlar var, bir də qayıdım. Heç badımcanlardan xəbərim yoxdur. Qalıblar otluq içində. Bunlar hamısı əvvəlikdir belə. Burada əslində bir dənə belə iri koludur yekə. Toxumu tökülüb deyə bütün bunlar əvvəlikdir, baxın. Bir dəfə, biraz da böyüsün, bir dəfə dərib dolma edərəm. Yağışlar imkan vermədi. Cirim otlar da fürsətdən istifadə edib toy bayram ediblər. Bu yağış ancaq yarıyıb bircə otlara. Böyüyüblər, bütün ətrafı sarıblar. Yeməyimi bişirdim artıq, hazırdır. Təzə kartofun dadı da bir başqa olur. Barmaqlarıma, əllərimə fikir verməyin. Kartof təmizləmişəm deyə belə qaralıb. Əlcəkdən istifadə edə bilmirəm belə işlər görərkən. Gərək gedim yaxşıca yum dərman falanla, xlorla getsin. Göz haqqınızı halal edin qızlar. Oturmuşam həyətdə, belə bir gözəl mənzərədə. Bir dənə limonlu çay içim. Sonra gedim bağa işlərimi görüm. Quşlar cəhcəh vurur, nəğmə qoyur. Bağa gedib işləmək planları ertələndi. Çünki günortadır, dedim gedim anamın iynəsi var, onu vurum. Vaxt itirməyim, sonra gəlim
həm biraz gündə batmış olar, çünki gün istisində işləmək olmur bağda. Sonra keçərəm bağ işlərinə. Ona görə oturdum burada rahatca çayımı içdim. Sonra yolu alıram anamgilə. Yol aldım anamgilə. Gedim iğnəsi var, iğnəsini vurum. Sonra qayıdaram evə. Həm alça istəyirəm, bir-iki alça da dərim yeyim. Bizim alça turşdur, onlar ki yaxşıdır. Oradan bir-iki alça könlümə düşüb. Dünən də əslində istəyirdim. Sadəcə olaraq yadımdan çıxdı, gəldim evə. Bir də evdə yadıma düşdü ki, alça istəyirdim axı. Dünən qismət olmadı yemək. Ona görə bugün gedim alça da yeyim. Sonra qayıdaram. Hava gün deyil. Amma çox boğucu bir havadır. Sadəcə istiliyi var. Yəni günəş olanda bilirsən ki, günəşli havadır. Gün yoxdur, külək də yoxdur. Ağzımda qaldı, gəldi külək. Amma küləyi də istidir də, ona görə boğucu havadır. İsti küləyi sanki əsir. Anamgilin mənzərəsi. Bu yolun qırağında deyə səs-küydən qalmaq olmur bəzən. Aşağıda yoxdur ki, hamısı yiyib. Var. Bu da bu gündədir deyə qalıb. Görüm harda var. Aşağı yiyiblər. Dərdim. Gedim duzla yeməyə. Geyinib, keçinib, gedirik bağa. Gedim pomidorları belliyim. Hava yaxşı olsaydı, bir-iki gün olsaydı, gübrələrini də verərdim, qutarardı. Artıq axşamüstüdür, işimi yorğunluğu ilə bağda oturmuşam bir qıraqda. Biraz dincəlim deyəndə pişiklər gəlib başladı oynamağa. Ağaca çıxıb hoppanırlar düz qucağıma. Belə baxanda kənd həyatı sakit görünür, amma içində tam serial gedir. Həcə. Hara getsin? Mən burada bir vlogumu sonlandırıram. Bura kimi izlədinizsə, bəyəndinizsə, bəyən butonuna basmağı, abunə olmağı unutmayın. Hələlik növbəti vloglarda görüşənədək Allah'a əmanət olun.